Onun tələbələrindən biri təəccüblə içəri daxil olanda o dərs keçirdi. İndi nə edirdi? Dərs keçirdi. He was teaching, davam edirdi də proses. He was teaching, bağlayıcını gətirir. When, nə vaxt ki, anda, əndə. When one of his students entered. One of his students entered. Tələbələrindən biri daxil olanda. İndi burada bir sinifə falan daxil olmaq, bəlkə düşünərsiniz ki, into falan sözü önü verək, amma enter özü bəzi sözlər var ki, meetdi, enterdi, answerdi. Bunlar özündən sonra söz önü qəbul eləmirlər. Ona görə cümləni belə də saxlayırıq. Entered, indi təəccüb ilə in surprising ifadə belədir. In surprising, təəccüb ilə. Cümləni birləşdirək. He was teaching when one of his students entered in surprising. O çox sayda çətinliklə üzləşməsinə baxmayaraq o davamlı dirəndi və heç vaxt vaz keçmədi. İndi burada baxmayaraq mənə artıq dedik ki, mən though, although, even though, in spite of, despite bu 5 bağlayıcıdan birini işlədə bilərəm. Və though, also, even though bunlardan sonra mübtəda xəbər bir cümlə gəlməlidir. In spite of və despite-dan sonra isə söz birləşməsi, ismi birləşmə və yaxud da isim gəlməlidir. Gəlin başlayaq elə bizə ən rahatı hansıdır ondan. Mənə rahat in spite of-dur. In spite of facing so many difficulties, bir də deyirəm, və yaxud da despite facing so many difficulties. İndi, əgər biz burada söz bazamızın genişliyini göstərmək istəyiriksə, biz difficulties yerinə deyə bilərik so many challenges. Challenge sözü də çətinlik mənası verir. So many challenges. He resisted continuously, dirənirdi, davamlı. He resisted continuously and never gave up. Heç vaxt imtina etmirdi. İndi, burada resisted və gave up gördüyünüz keçmiş zamandadır. And bağlayıcısını harda görsəniz, sağını, solunu həmcins üzvlər deyirik buna. Qaydada yadınızdadır. And bağlayıcısı sağını, solunu bərabər, tərəzinin iki gözü kimi bərabər tutur. Keçmiş saydədirsə keçmiş sayda tutur digər tərəfi, indiki saydədirsə indiki sayda tutacaq digər tərəfi. Təbiət fəlakətindən sonra insanlar dözümlülük nümayiş etdirdi və evlərini sürətli bərpa etdilər. Burada yenə ilk ağlıma gələn sizə demişəm ki, bağlayıcıya diqqət edin. Nə vaxt ki, cümləyə bağlayıcıdan daxil oluruq, bizə cümlə corab söküyü kimi gəlir gerisi. İndi, təbiət fəlakətindən sonra, after natural disaster, insanlar, indi mən burada bunu people da deyə bilərəm. People hamının bildiyimiz bir sözdür. Biz səviyyəni qaldırıb söz bazamızın genişliyini göstərik. The community demonstrated resilience. İndi biz bunu necə deyə bilərdik? People showed deyə bilərdik, düzdür? Amma the community demonstrated resilience and set their homes quickly. İndi burada set their homes, restore their homes, rebuild their homes hansını istəsəz sinonimləri işlədə bilirsiniz. Əsas odur ki, biz sinonimləri işlədə bilirik. Müzakirə zamanı hər iki tərəfin ləyaqətinə hörmət etməliyik. Etməliyik. Modala gəldik burada, amma bu müzakirə olunası bir fikir deyil. Ona görə biz burada should yox, must işlətməliyik. Çünki should daxımalı məli gedir, amma tövsiyə verəndə. Burada bir qətiyyət var, etməliyik biz bunu. Başqa yolumuz yoxdur. We should respect both sides of dignity during negotiation. İndi, negotiation danışıqlar deməkdir, müzakirələr bu mənanı verir. Dignity isə ləyaqət deməkdir. Both sides of dignity, yəni hər iki tərəfin ləyaqətinə. We must respect desəm daha dəqiq olacaq. Amma should respect desəm, bunu da əlbəttə deyə bilərəm, amma bu bir tərəfli olur da, yəni müzakirəyə qapalıdır. Hər kəsin ləyaqətinə hörmət etmək müzakirəyə qapalıdır. Ona görə should yox, must deməyə üstün tutaram, amma should da əlbəttə ki, orada deyə bilərsiniz. Sonradan düşünəndə həmən iş təklifini qəbul etməliydim.
Çünki bu böyük bir fürsət olardı. Burada bu cümlədə bir ifadə var, və conditional, third conditional var. İndi mən third conditional qaydasını yazım, onun üzərində izah edeyim, videonu dayandırım ki, sizin çox vaxtınız getməsin. Conditional qaydasını biz dəfələrlə demişik. Zero first, zero'da sadə idi, first'də simple future idi. Zero'da dedik ki, su 100 dərəcədə qaynayır, günəş şərqdən çıxır, qərbdə batır. Bu tür konkret fikirləri işlədirdik. Bəs gündəlik həyatımızda da işlədə bilirik. Necə? Məsəl üçün, sən gələndə, anam gələndə dərslərimi edəcəm. Burada bir fikir var. Əgər mən həmişə anam gələndə dərslərimi edirəmsə, burada mən sadə verirəm. Amma əgər bu keçici bir hadisədirsə, gözləyirəm ki, anam gəlsin, sonra edəcəm. Bu bugünlük bir şeydir. Bunu da bizə kontekst verir əlbəttə. Bunda artıq indiki sadə, gələcək sadə işlədirəm. Amma bəzən deyirlər ki, sırf bu təbii hadisələrlə bağlı olur zero conditional. Elə deyil. Yəni zero conditional bu xüsusiyyəti də var. Second conditionalda dedik unreal situationlardır. Real olmayan. Pulumuz olsaydı şəhərə gedərdik, məsəl üçün, amma pulumuz yoxdur. Pulum olsaydı maşın alardım, amma pulum yoxdur. Məsəl üçün, indi puldan nümunə verdik. Bu üçü də danışmışıq, amma ikini danışmışıq, amma üçün üzərində biz çox durmamışıq. Biz gələk əsas üçün üzərinə. Deməli, üç də elə bir vəziyyətdən danışır ki, burada past perfect, bir də future in the past'ın perfect forması işlənilir. Necə? Baxın, aşağıda nümunə vermişəm. Həmən ki, cümlənin nümunəsini vermişəm. Deyir ki, in hindsight, bunu sizin qəzet materialınızda var idi. Deməli, sonradan düşünəndə bu mənanı verir. In hindsight, I should have accepted that job offer. O iş təklifini should have accepted, qəbul edərdim. Amma etməmişəm. Keçmişdə qalıbdı. Etməmişəm. Çünki, baxın bu ifadə, would have been a great chance. Yaxşı bir şans olardı. İndi burada məsələ nədir? Məsələ odur ki, bu iş təklifim keçmişdə mənə olubdu. Və mən də fikirləşirəm ki, eləsəydim yaxşı olardı, amma eləməmişəm. Bu second var ha, keçmişin də keçmişidir bu. Aşağıdakı cümləyə baxaq. If I had known you had a headache, əgər bilsəydim ki, başın ağrıyıb. Baxın, mənim dünənləri başım ağrıyıbdı. I had headache, başım ağrıyıbdı. İndi, sən də bilməmsən. Amma bilsəydim deyirsən, dünən bilsəydim. Mənim bugün deyirəm 1 milyon dollarım olsaydı, Dubaydan bir Bürc Əl-Xəlifədən ev alardım, bugün olsaydı. Amma burada deyir ki, dünən bilsəydim ki, başın ağrıyıbdı. Mən sənə dərman verərdim. Dünən, yenə də bilsəydim, dünən verərdim. Biri var, bugün olardı. Bir də var, dünən olardı. Əgər bir şey bugün olardı deyiriksə, biz second conditional işlədirik. Amma artıq keçmişdə qalıb, çarəsi yoxdur, mümkün deyil. Çarəsi, bu zaman biz third conditional veririk. Third conditionalında eynən bu form, bu cürə düzəlir. Baxın burada bir tərəf olur past perfectdə, digər tərəfimiz isə olur future in the past'ın perfectində olur. Qaydaq cümlələrə. Deməli, cümləmiz nətər oldu? In hindsight, I should have accepted that job offer because it would have been a great chance for me. Və yaxud da it would have been
A great opportunity də deyə bilərik də şansın yerinə. Bu bölgədə əhali əsasən kənd yerlərində yaşayır və əsas məşğuliyyəti kənd təsərrüfatıdır. İndi bu bölgədəni in this region da deyə bilərik. In this area da deyə bilərik. Ən yaxşısı in this region deməkdir. Getdik. In this region əhali. The community. İndi burada dominantly, əsasən dominantly və yaxud da preponderantly reside in, yaşayırlar, məskunlaşırlar. Reside in rural area və onların sadə gördüyü işlər, onların gördükləri əsas işlər, əsas işi base occupation deyə bilərik. Their base occupation are agriculture. Their base occupation are agriculture. Əgər occupation nə idi? Bir iş, sənət, peşə tutanda da biz occupation deyirdik də. Their base activities də deyə bilərik əlbəttə ki. Burada söz bazamızın genişliyindən söhbət gedir. Bəzi işçilər şirkət siyasətinə görə əlavə işdən azad edilir. Bəzi işçilər deyəndə some workers gəlir ağla ilk. Çünki bu A2-dir, ona öyrəşmişik. Amma certain employees, indi bəzi işçilər şirkət siyasətinə görə əlavə işdən azad edilir. Burada bir məhculluq var. Relieve də deyə bilərik, amma yeni bir söz var idi qəzet materialında. Were exempted. Were exempt ayrılmaq, uzaqlaşmaq. Ona görə were exempted from extra duties. Əlavə işdən deyilir də. From extra duties according to the company's policy. Şirkətin siyasətinə görə. According to the company's policy. Sonra bəzi səbəblərə görə tələbələr imtahandan azad edilir. Bu cümlələrin ikisini yaxın fikirli yazmışam ki, təkrar qurasınız və bu sizə rahat olsun. Certain students are exempted edilir. Burada indiki sadə zamanda olduğu üçün are-la məchulda veririk. Are exempted from some exams according to reasons. According to several reasons və yaxud da bir neçə səbəblərə görə. Təbii fəlakətlər zamanı resursların səfərbər edilməsi vacibdir. Bunu yenə deyirəm, qəzet materialınıza uyğun yazmışam. During natural disaster is important to mobilizing of natural resources. İndi təbii fəlakətlər zamanı resursların səfərbər edilməsi. İndi bu resursların səfərbər edilməsi ismi birləşmədir, bir gedir. Mobilizing of natural resources. Bu hissəni zaten sırası biz o dəqiqə biz başa düşürük də. Ona görə nə vaxt during natural disasters, sonra xəbərimiz gəlir is important. Əslində bu bir şəxsi cümlədir. Is important mobilizing of natural resources. Nəyə görə tonu vermədim? Çünki burada ismi birləşmə gəldi. Hökumət sərhəd yaxınlığında qoşunların səfərbər edildiyini elan etdi. Yenə yaxın cümlə yazmışam. Deməli, hökumət həmişə Z artıqından işlənilir. The government elan etdi, announced. Qoşunların səfərbər edilməsi. Mobilizing of troops. Sərhəd yaxınlığında near the border. Layihə üzərində bütün səylərə baxmayaraq biz yenə də başlanğıc nöqtəsindəyik. Baxmayaraq deyəndə mənə ən rahatı reduction etmək gəlir. Ona görə despite və in spite ilə cümləyə girmək üstün tuturam. Despite so much trying on project. Bu cümlədə, bax burada bu qədər söz var, amma cümlə deyil. Bu bir birləşmədir. Despite so much trying on project. İnternetə bağlayayım. Bəzən 2-3 sətir cümlə olur, amma orada campsite sentenceslər deyilir. Orada bir xəbər yoxdursa, o cümlə funksiyası daşımır. İndi, despite so much trying on project, we are back to square one.
Bu isə ifadədir. Qəzet materialımızda var idi. We are back to square one. Yəni biz yenə başlanğıc nöqtəsində, yəni biz yenə əvvəldəyik, işin başındayıq, heç hara çatmamışıq. İfadədir, başlanğıc nöqtəsindəyik. Bütün dünyada danışılan üstün dil İngilis dilidir. Burada üstün sözü dominant sözüdür. Qəzet materialında preponderant verilmişdir. İndi danışılan dil, bütün dünyada danışılandır. Burada participle to var, fe'li sifət 2. Spoken language, danışılan dil, məchulluq var burada. İndi üstünlük təşkil edən danışılan dil dediği üçün the preponderant spoken language is English. England nə idi? Is English. Bunu başqa necə verə bilərik? Bu cümləni başqa cürdə the worldwide spoken language də verə bilərik. The worldwide spoken language is English. Yəni bir cümləni bir neçə cür ifadə eləyə bilərik. Mənə belə rahat olar, sizə başqa cür rahat olar. Öz variantlarınızı mütləq yazıb yoxlayın, sınayın. Sonra mənbələrin pis idarə olunması itkiyə səbəb olub. Burada mismanagement sözü var idi. O sözə görə bu cümləni yazmışam sizə. Mənbələrin pis idarə olunması itkiyə səbəb olub. Mismanagement of research, mənbələrin pis idarə olunması nə? Bu başdan başa bir isimdir. Mismanagement of research. Bu cür cümlələrdə xəbərin uzlaşması nə ilə gedəcəkdir? Söz önüdən əvvəldə. Gəlin bax bu cümləni təhlil eləyək. Yazın bir kənara mismanagement of research. Altından bir dənə xətt çəkin, yəni bu mübtədadır. Bu mübtədadır. Mübtəda iki isim ilə ifadə olunubdur. Xəbər də həmişə mübtəda ilə uzlaşır. Əgər xəbərimiz mübtəda cəmdədirsə cəmdə, təkdədirsə təkdə olursa, bəs biz bu iki isimdən hansını seçək ki mübtədadır? Həmişə söz önüdən öndəki ismə biz baxırıq. Mismanagement of research səbəb olur. İndiki sadə zamanda desək, causes. Nəyə görə causes dedim? Çünki bu idarədən söhbət gedir. Söz öndən əvvələ baxacağım. Causes a great loss. A great loss. Və yaxud da mismanagement of research leads to a great loss. Leads to-dan işlənir axı. Keçmiş zaman desəm əlbəttə ya cause deyirəm, ya lead idarə etmək sözü də kökdən dəyişir, olur lead. Şirkətin uğursuzluğu rəhbərin yanlış idarə, bunu dedim, yox, şirkətin uğursuzluğu rəhbərin yanlış idarə edilməsindən oldu. Birinci nədən gedir söhbət? Şirkətin uğursuzluğundan. Ona görə söhbətə belə başlayacağım. The company's failure was, xəbərimi qoydum burada. The company's failure was, nəyə görə? Due to mismanagement of leader. Nəyə görə? Due to görə demək daha. Due to mismanagement of leader. Sonra gəlin cümləni başqa cür işlədək. Mismanagement of leader gətirdik əvvələ. Rəhbərin düzgün idarə etməməsinə görə etməməsi caused səbəb oldu. The company's failure, şirkətin uğursuzluğunu. Görürsünüz, bu cür də ifadə eləyə bilirəm. Bayaq sonda işlətdiyimə əvvələ gətirib də ifadə eləyə bilirəm. Ona görə deyirəm ki, sizin öz versiyanız mənim öz versiyam ola bilər. Sonra, o köməyə ehtiyacı olanlara məsləhət verməyə belə vaxt sərf etmir. Bu bir həkim mətni var idi qəzet materialında. Onun içərisindən götür. Xoşuma gəldi. Bu ifadəni sizin üçün cümlələrdə işlətdim. Vaxt sərf etmir. Konsultasiya sözü eşitmişsiniz yəqin ki. He doesn't invest time in counseling. İndi counseling yəni məsləhətə. Konsultasiya nədir? Məsləhət verilir də orada. İngilis sözüdür. Counseling, he doesn't invest time in counseling. Yəni o vaxt sərf etmir məsləhətə deməkdir. Those, o kəslərə ki, who need help. Kimlərin ki, köməyə ehtiyacı var. Burada da bir qaydamız var. Relative clause qaydası. Who, whose, which, that bunlarla bağlananda.
Who-dan əvvəl those-dur. Mənim who-dan sonrakı xəbərim who-dan əvvəlki isimlə uzlaşacaqdır. Mübtədanın təkinə cəminə mən əvvələ getmirəm. Əsas bağlayıcının əvvəli və sonrası bir-birindən uzlaşma aparır. Bunu qeyd eləyin və özünüz üçün çoxlu cümlələr işlədin. Və yaxud da mən bu cümləni belə də deyə bilərdim. He doesn't spend və vurğunu artırsam he even doesn't spend time giving advice to those in need. Və yaxud da he doesn't take time to give advice to those who need help. Görürsünüz, cümləni 3 cürə işlədə bilirəm. Amma birinci cümləmizdə invest time, bu artıq qəzet dilidir, biraz yuxarı səviyyəli. Biri var gündəlik məişət danışığı, biri də var hansı ki iş sahəsində, rəsmi danışıqlarda istifadə olunan tərz. Yeni sübutlar, harada qal, o köməkdir, məsləhət vermək. O narahatlığı ilə başa çıxmaq üçün məsləhət alır. O narahatlığı ilə başa çıxmaq üçün məsləhət alır. Deməli, məsləhət alır deyəndə, keçən dəfə də onu dərsdə dedik, nə ağlımıza gəlir? He looks for advice deyərik, və yaxud da he seek advice deyərik. Yadınızdadırsa, o bacısının məsləhətini nəsə ehtiyac duyur, belə bir şey var idi. He seek advice to cope with this comfort. İndi cope with nədir? Yəni bir şeyin öhdəsindən gəlmək kimi məna verir. To cope with this comfort. Və yaxud da to get counseling, to deal with discomfort. Deal with, cope with bir-birinə sinonimdir. Biz bunu Cambridge qrupları ilə əzbərləmişik. Yeni sübutlar onun təqsirli olmasına şübhə yaradır. Nə? New evidences. Yeni sübutlar nə yaradır? Racist doubts. Şübhə yaradır. Racist doubts. Nə üçün? About his guilty. Günahkar olduğuna görə, günahkar olduğu üçün. About his guilty. Evlilik tərəflər arasında sadiqlik və etimad tələb edir. Nə? Marriage. Nə edir? Demands. Nəyi tələb edir? Tamamlıq gəlir. Loyalty and trust. Tərəflər arasında da between both sides. Cümlə necə oldu? Birləşdirək. Marriage demands və yaxud da requires da deyə bilərik burada. Marriage demands or requires loyalty and trust between both sides. Layihəni vaxtında tamamlamaq üçün böyük öhdəlik götürdü. Öhdəlik götürmək, məsuliyyət daşımaq. He took a great responsibility. Nə üçün? For completing the project. Belə verə bilərik. Əlbəttə, yenə deyirəm, sizin öz fikriniz də ola bilər. Belə, bu cümlələrimizin biraz çətin cümlələr olduğu üçün, çətin sözlərdən və qaydalar da olduğu üçün biraz təəssüf ki, vaxtımız çox getdi.